Demək, bugün buğum ayaqlar tipinin xərçəngimlər sinifi haqqında məlumat verəcəm. Deməli, nümunə olaraq çay xərçəngi haqqında danışacağıq. Deməli, necədir burada? Çay xərçəngi haqqında nə deyirik? Çay xərçənginin bədəni iki hissədən ibarətdir. Bunlar hansılardır? Deyəcəksiniz, birinci hissə baş döş, ikinci hissə isə qarıncıqdır. Niyə baş döş bir yerdə? Onun da məlumatını verəcəm. Öncə istəyirəm xərçəngin ümumi quruluşu haqqında bir şeylər çəkim. Təsəvvür edək ki, bu xərçəngin bədən hissəsidir. Biləcəm. Bu hissənin adı baş döşdür. Baş döş hissə. Amma bu hissə isə qarıncıq hissədir. Xərçəngin baş döş hissəsinin bir yerdə yazılma səbəbi bunların xarici skeletə malik olmasıdır. Ümumiyyətlə, xarici skelet bunlarda xitin örtük sayılır. Belə deyək, ümumiyyətlə buğum ayaqlar tipində hamısında təbii ki, xarici skelet, xitin örtük mövcuddur. Xitin demək diqqətli olmaq lazımdır. Xitin hansı üzvü maddədir? Karbohidratdır. Bax, bunu da unutmaq olmaz. Sonra bunun baş döş hissəsi xitin örtüyün altında isə, bax, bunu da unutmaq olmaz, eninə zolaqlı əzələlər yerləşir. Eninə zolaqlı əzələlər olur. Bax, bunu da unutmaq olmaz. Davam eləyək. Xərçəngin baş döş hissəsində 5 cüt yerimə ayağı var. Bunları çəkmək istəyirəm. Bu birinci cüt. Bu ikinci cüt. Üçüncü cüt. Dördüncü cüt. Və 5-ci cüt yerimə ayağı. Təbii ki, bir tərəfini çəkəcəm ki, izah edeyim. Bu 5 cüt yerimə ayağının birinci cütü qısqac adlanır. Bu qısqac hansı funksiyanı yerinə yetirir? Deyəcəksiniz, bu həm müdafiə funksiyasını yerinə yetirir. Müdafiə. Həmçinin də qidalanmağa xidmət edir. Sonra yerdə qalan bu 4 cüt isə yeriməyə xidmət edir. Yeriməyə xidmət edir. Bu belə. Deməli, 5 cüt yerimə ayağı var, bu heç. Amma birinci cüt yerimə ayağı qısqac adlanır, müdafiə və qidalanmağa xidmət edir. Yerdə qalan 4 cüt yeriməyə xidmət edir. Davam eləyək. Xərçəngin bədəninin ön hissəsində, baş döşün ön hissəsində 2 ədəd mürəkkəb göz var. Bax, bunlar mürəkkəb gözlər sayılır. Mürəkkəb göz demək necə demək? 2 fasetli gözlər. 2 fasetli gözü var. Fasetli göz mürəkkəb gözdür. Yəni, xırda gözcüklərdən təşkil olunmuşdur. Sonra bunların baş döşün ön hissəsində bir cüt uzun şaxələnməyən bığcıq, bir cüt isə qısa və şaxələnmiş bığcığı var. Cəmi neçə bığcığı var? Təbii ki, 4 bığcığı var. İkisi uzun, ikisi isə qısa. Deməli, burada
uzun bığcıqlarında, qısa bığcıqlarında təbii ki funksiyasını yazmalıyam. Qısa bığcıqlar qoxu bilmə funksiyasıdır. Bunu yazmaq lazımdır. Qoxu bilmə. Amma uzun bığcıqların funksiyası isə lamisə funksiyasıdır. Davam eləyək. Bunlarda başdöşün ön hissəsində başqa nə yerləşir? Təbii ki 2 ədəd, yəni bir cüt yaşıl vəzi. Bu yaşıl vəzlərin də funksiyası ifrazata xidmət etməkdir. Yazırıq ifrazat. Baxın budur. Davam eləyək. Bu başdöş hissədir. Keçək qarıncıq hissəyə. Görək qarıncıq hissədə başqa nələr var. Qarıncıq hissədə təbii ki 2 şaxəli qarıncıq ayaqları var. 2 şaxəli çəkək qarıncıq ayaqları var. Təbii ki bunların da öz funksiyaları var qarıncıq ayaqlarının. Sonra qarıncıq hissənin sonunda isə bu formada qarıncıq ayaqlarının şəkil dəyişməsi. Bax, belə bir qarıncıq ayağının şəkil dəyişməsi var. Bunlara da quyruq üzgəci deyirlər. Deməli, quyruq üzgəci nədir? Şəklini dəyişmiş qarıncıq ayaqları. Şəklini dəyişmiş qarıncıq ayaqları. Qarıncıq ayaqları. Bu şəklin dəyişmiş qarıncıq ayaqları nə adlandı? Təbii ki, quyruq üzgəci adlanır. Bu qarıncıq ayaqlarının ümumiyyətlə funksiyası, qarıncıq ayaqlarının funksiyası erkəklərdə və dişilərdə bir balaca fərqli olur. Erkəklərdə üzməyə xidmət edir, dişilərdə isə deməli həm hərəkətə xidmət edir üzməyə, həm də yumurtaların daşınmasında rol oynayır. Qarıncıq ayağı termini baxın, xərçəng üçün xarakterikdir. Yəni yalnız xərçəng kimlərdə olur. Bunu unutmaq olmaz. Davam eləyək. İndi isə bunların orqanlar sistemi haqqında məlumat vermək olar. Məsəl üçün, birinci başlayaq həzm sistemi haqqında danışaq. Görək bunların həzm sistemi necə olur. Yazaq bura. Həzm sistemi. Deməli, həzm sistemi ənənəvi olaraq yazdırıq. Ağız aparatı, ağız aparatı, sonra udlaq, sonra qida borusu, sonra gəlir burada iri mədə, daha sonra kiçik mədə, sonra gələcək həzm vəzisi, daha sonra gələcək bağırsaq və anal dəlik gələcək. İndi mən bunun haqqında danışacağım. Bu oldu iri mədə. Bu isə oldu kiçik mədə. Burada nə var? Fərqləri izah eləyəcəm sizə. İri mədədə tin dişciklər olduğu üçün burada qida üyüdülür. Amma kiçik mədədə isə qida neynir? Süzülür. Bəs həzm vəzisi? Həzm vəzisi bütün boğmayaqlılar üçün xarakterikdir. Yazıram bura. Tip 3-ün xarakterikdir. Yəni, yalnız boğmayaqlılar tipində rast gəlinir. Və həzm vəzisində qidanın sorulması baş verir. Yazıram. Qida sorulur. Qidanın sorulması baş verir. Burada
əsas diqqət olunması yerlərdən də biri bunların ağız aparatıdır. İstəyirəm ağız aparatı haqqında danışım. Bunlarda ağız aparatı 6 cüt ətrafın şəkil dəyişməsindən yaranıb. 6 cüt ətrafın şəkil dəyişməsindən yaranıb. Altı cüt ətrafın şəkil dəyişməsi də hansılardır? Bunun bir cütü üst çənə, 2 cütü alt çənə, yerdə qaldı 3 cütü isə çənə ayağıdır. Baxın, bu çənə ayağı yalnız xərçənglər üçün, yalnız xərçəng üçün xarakterikdir. Baxın, buna da diqqət eləmək lazımdır. Və bir də bir şey deyim ki, təbii ki, xərçənglər hər şey yeyəndir. Bu da belə. Sonra həzm sistemindən sonra keçək bunların qandamar sistemi haqqında məlumat verim. Qandamar sistemi. Qandamar sistemi bütün boğumayaqlılarda yazıram. Tipin özündə, yəni bütün boğumayaqlılar tipində açıq olur. Yəni bütün boğumayaqlar üçün xarakterikdir. Yəni xərçəngdə də, hörümçəkdə də, həşəratlarda da hamısında belədir. Və bunlar üçün ən özəl xüsusiyyətlərdən də biri ürəyə gələn damar olmur. Yazırıq. Ürəyə gələn damar, ürəyə gələn damara nə deyirlər? Vena. Ürəyə gələn damar olmur. Bəs qan ürəyə necə daxil olur? Deyəcəyiz, qan ürəyə dəliklərdən daxil olur. Dəliklərdən daxil olur. İndi xərçəngin ürəyi haqqında danışaq. Xərçəngin ürəyi belə. Xərçəngin ürəyi baş döşdə yerləşir. Baş döş hissədə yerləşir. Sonra kisə şəkillidir. Belə həmişə mən bunu bu formada izah edirəm, şəklini çəkirəm. Ürəyi belədir. Təbii ki, bunların ürəyindən çıxan damarlar var, yəni arteriyalar mövcuddur. Arteriya damarı çıxır. Bunların ürəyində arterial qan olur, yəni təmiz qan olur. Ürəkdən çıxan qan bütün orqana aparılır, onları oksigenlə təmin edir və yaxud da qidalı maddələr də verir. Sonra venoz qan birbaşa tənəffüs orqanına qayıdır, yəni qəlsəmələrə qayıdır və qəlsəmələrdə oksigenlə zəngin qan ürəyə daxil olur. Amma ürəkdə olan 3 cüt dəliklə yazıram. 3 cüt dəliklə daxil olmuş olur. Yəni, bax, bunlardan daxil olacaq. 3 cüt dəliklə daxil olur. Vəssalam, bu da bunun qandamar sistemi. Sonra keçək bunların tənəffüs sistemi haqqında danışım. Tənəffüs sistemi də asandır. Tənəffüs sistemi təbii ki, qəlsəmələrlə baş verir. Qəlsəmələrlə baş verdiyi üçün suda həll olmuş oksigenlə tənəffüs eləyir. Bəs qəlsəmələr harada yerləşir? Deyəcəksiniz, qəlsəmələr yerimə ayaqlarının dibində yerləşir. Yerimə ayaqlarının dibində yerləşir.
dibində yerləşir. Burada göstərim şəkil üstündə yermə ayaqlarının dibində yerləşir. Baxın, bax burada yerləşir. Qəlsəmələr. Yazıq adını da qəlsəmə. Bu da belə. Sonra bir də qaldı sinir sistemi haqqında danışaq. Bunların sinir sistemi udlaq üstü, udlaq üstü sinir düğünü, iki udlaq altı sinir düğünü, ve nihayet qarın sinir zənciri. Burada belədir ki, udlaq üstündən gözlərə və bığcıqlara, udlaq altından ağız aparatına, və qarın sinir zəncirindən isə ətraflara sinirlər gedir. Buğumayaqlar tipinin ümumiyyətlə bədənləri və ətrafları buğumludur. Məhz tipin adı da buradan götürülmüşdür. Bir də çoxalması haqqında da danışaq. Bunu da başqa bir rənglə yazaq. Görək çoxalması. Çoxalması təbii ki də artıq hermafrodit söhbəti yoxdur. Bunlar da deyəcəyik ayrı cinslidir. Ayrı cinslidir. Sonra bunlarda mayalanmış yumurtadan cavan xərçənglər çıxır. Yəni bunlarda sürfə olmur. Olmadığı üçün inkişafları necədir? Düzünədir. Bu qədər. Sağ olun.